Xanımın dəfnində 4 yeri deyiblər. 1. Öz evi. Məşhur nəzərə əsasən alimlər Şeyx Saduq, İbn Tavus, Allahın Mədlisi və digərləri buyururlar ki, xanım ən etibarlı mənbələrimizə əsasən öz evində, öz vəsiyyətinə əsasən dəfn olunmuşdur. Və İmam Rıza əleyhissalamdan bu barədə bizə çatan bir hədis var. İmam buyurur ki, xanım Fatimə salamun aleyha öz evində dəfn olunmuşdur. Şeyx Saduq Məanil Əxbar kitabında bunu qeyd edib. 2. İkinci xanımın qəbri ehtimal verilən yerlərdən biri Rozatun Nəbi, ya Roza-i Mutəhhərə, ya Roza-i Şərifə də deyirlər. Həccə gedənlər bilirlər, Peyğəmbərin evi ilə minbərinin arası olan məsafə behişt bağlarından biri hesablanır. Həm əhl-i sünnə qardaşlarımız, həm əhl-i beyt alimlərimiz həmin yeri çox təkid edirlər. Orada namaz qılmaq, ibadət çox fəzilətli hesab olunur. Həccə gedənlər bilirlər. Həmin o yerin özü behişt bağlarından biridir. Xanım orada dəfn olunmağı ikinci ehtimal kimi verilmişdir. 3. Bəqi qəbirstanlığı. Müsəlman dünyasında Mədinə şəhərində bir qəbirstanlığı var. Adı Bəqi qəbirstanlığıdır. 3-cü ehtimal xanımın orada dəfn olunmağıdır. 4-cü Əqilin evi. Həzrət Əlinin qardaşı Əqil İbn Əbi Talibin evi var. Əlbəttə indi buyururlar ki, hələ Bəqi qəbirstanlığına birləşdirilmişdir. Onun evində dəfn olunmuşdur. Həmin o yerdəki bizim 4 imamımız var. 4 imamımızın qəbri Mədinədə Bəqi qəbirstanlığındadır. O əvvəl Əqilin evi olub, indi Bəqidən hesab olunur. Xanım da bir ehtimal əsasən orada dəfn olunmuşdur. Dediyimiz kimi bu 4 dənə nəzərin arasında ən məşhur nəzər hansıdır? Ən məşhur nəzər öz evində dəfn olunmağıdır.